Amerika Birləşmiş Ştatlarının kəşfiyyatı Maduronu həyat yoldaşı ilə birlikdə yatdığı yerdə götürüb apardı. Nikolosa diktator deyənlər onun ölkəsinə müqavimətsiz daxil oldu. Rusiyadan alınan hava hücumundan müdafiə sistemləri uçuş aparatlarına mane olmadı. Venezuela prezidentinin mühafizəçiləri ilə atışan bir-iki Amerikalı yaralandı və salam. Qurama. Ya da General Dan Keyn demiş, 2-3 aylıq peşəkar hazırlıq. Hər halda bu Ağ Evin güc nümayişi sülh məramlı prezident Donald Trump'ın baboş zəhrimara versiyası idi. Rusiya silahları yenə gözdən düşsə də Venezuela senarisinin Ankoricdə razılaşdırıldığı ehtimalı real görünməyə başladı. Sonra da deyirlər ki, Trump niyə Putinə dost deyir? Bill Clinton'dan Boris Yeltsin'in də arası yaxşı idi. Qarşılıqlı çıxarlar. Ukraynanın ən yaxşı halda Rumıniya bədəbətdən Moldova boyda olacağı da razılaşdırılıb. Rusiyanın nəzarətinə keçən atom elektrik stansiyaları isə Vaşinqtonla şərkinə işlədiləcək. Əvvəldə qeyd etdiyim güc nümayişinə qayıtsam deməliyəm ki, Trump Venezuelada hakimiyyət dəyişikliyi istədi və bunu tez həll etdi. Putin isə Yanukoviçdən sonra Kiyevi idarə edən, yəni 2014-dən bəri nə Paraşenkanı devirə bilmişdi, nə də 5 ildir Zelenski ilə bacarır. Maduronun həbsi hələ ki Karib hövzəsi və Latin Amerikasında vahimə yaradıb. Amma İran kimi digər ölkələr də narahatdır.